Qonağım Cavid Mehrəliyevdir. O, Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin 3-cü kurs tələbəsi olubdur. Bu günlərdə onu universitetdən qovublar. Universitetdən qovulmanızın səbəbi nədir? Mən universitetdən qovulmamın səbəbi, bundan əvvəlki qovulmaqlarının da səbəbi, yəni eynidir, hadisələri analiz edəndə, universitetdəki prosesləri analiz edəndə. Yəni bunun məntiqini, hətta mən araşdırmanın bir yana qoysaq, məntiqi nəticəsi belə çıxır ki, bu sırf siyasi baxışlar və siyasi fəallıq nəticəsində olan bir şeydir ki, Bakı Dövlət Universitetdə, yəni rejiminə görə Azərbaycan mətbuatının, Azərbaycan cəmiyyətində tanınmış universitetdir ki, yəni hərbi rejimdə bir idarəçiliyi var tələbələrə qarşı. Ona görə də yəni 2 aprel mitinqindən sonra, sırf 2 aprel mitinqindən sonra mən universitet rektoru tərəfindən çağırılmışam, dekan tərəfindən çağırılmışam, prorektorlar tərəfindən hədə qorxu, təhdidlər, şantajlar kimi ifadələr işlədiblər, yəni mənə qarşı ki, sən buradan diplom almayacaqsan, sən buradan diplom alan tələbə deyilsən, özün normal aparmırsan, qanun pozursan, belə edirsən filan, bu tipli şeylər. Ondan sonra da yəni artıq 2 apreldən sonra mən ki, həbs olmuşdum, 3 gün üsutka inzibati cəza ilə həbsdə qalmışdım. Ondan sonra həbsdən çıxandan sonra 4 aprel axşam çıxmışam. 5 apreldən ta 11 aprelə qədər dərsdə olmuşam. Dərsdə olduğum müddət ərzində də qayıb yazılıb mənə. Bunu yaxşı ki, fürsət tapıb bəlgələmişəm, yəni videolarla, fotolarla. Dərsdə oturduğum halda mənə qayıb yazılmasını. Bütün bunlar məhz 2 apreldən sonra mənə çağırıb bu şeylər deyilməsi, üzümə deyilməsi ki, 158 saat qaybım var, hansı ki, qanun üzrə 100 saata çatırkən qayıb xəbərdarlıq edilməlidir tələbə. Bu birbaşa üzümə 158 saat qaybın olması deməsi, yəni bütün bunlar hər şeyi açıq-aşkar ortada göstərirdi. Siz hansı siyasi partiyanın üzvüsünüz? Mən Klassik Xalq Cəbhəsi partiyasının, bir də Avropa Hərəkatının üzvüyəm. Bu etiraz aksiyalarında iştirak edirsiniz? Bəli. Hansı etiraz aksiyalarında iştirak edirsiniz? Mən indiyə qədər, yəni istər 2010-cu il seçkidən öncəki yaydakı etiraz aksiyalarına, 3 etiraz aksiyası keçirdim Azərbaycan müxalifəti bir şəkildə. İstər 12 iyun, istər 3 iyul, 31 iyul, hər üçündə həbs olunmuşam. Yəni, bir dəfə polis şöbəsinə, 2 dəfə Qobustana aparılmışıq, yəni mən də onların içində olmuşam. Ondan sonra istənilən milli bayramlar ərəfəsində, özəlliklə həmrəylik günündə İran səfirliyi önündə dəfələrcə həbs olunmuşam. Ondan sonra ən son mart ayında 11 və 12 aprel aksiyaları oldu ki, mən səhhətimlə bağlı iştirak edə bilmədim orada. Amma çağırılıb, yəni xəbərdarlıq edilmişəm ki, yəni universitet tərəfindən bəs belə getməyəcəksən filan. Bunlara getmədiyim üçün səhhətimlə bağlı dediyim kimi problem xəbərdarlıqla bitdi. Sadəcə 2 apreldən sonraki mətbuata çox çıxması, 3 gün həbsdə heç kəsə xəbər verilmədən, yəni arsuz şəkildə saxlanmağı, mətbuatda hamı bu haqda yazırdı ki, 4 nəfər içəridədir, heç bir xəbər ətər yoxdur onlardan filan. Bu şeylər çox ictimailəşdiyindən, təbii ki, mən universitet tələbəsi olduğumu da hamı bilirdi. Bu universitet rəhbərliyi özünə lazım olmayan bir tələbə kimi artıq son nöqtəsini qoydu mənim üçün. Mən universitetdən xaric olundum. 11 martda da siz çağırılıb xəbərdarlıq edilmişdir. Bəli, 11 martda da 12 tərəfindən? Dekan tərəfindən. Fakültənin dekanı tərəfindən. Və 2 apreldə də mitingdə iştirak etdiyinizə görə hesab edirsiniz ki, sizi universitetdən qovublar. Bəli. Sizlə bərabər Tural Abbaslı Müsavat Partiyasının Gənclər Təşkilatının sədri, hazırda o həbsdədir. Onu da universitetdən xaric ediblər. Səbəbləri eynidir, yoxsa müxtəlifdir? Əsasən eyni səbəblər göstərilir. İndi Turalda bir qədər fərqlidir ki, onu boynuna qoyurlar ki, mən inanmıram, Turalı şəxsən tanıyan bir adam kimi, Turalın savadına, biliyinə də bələdəm. Yəni ona kəsir kimi gülünc bir şey yapışdırırlar ki, üstündə güya bunun kəsiri varmış, imtahanları verə bilmirmiş. Yəni bu cür şeylər. Qayıb elə bir şeydir ki, istənilən şəxsə yapışdırmaq olar bunu. Bu dərsə gəlməməkdir, oxuyan da gəlməyə bilər, oxuyan da gələ bilər. Yəni bunu yapışdırmaq olur istənilən şəxsə. Əsasən bundan istifadə edirlər Bakı Dövlət Universitetinin və digər universitetlərin rəhbərliyi, özəlliklə Bakı Dövlət Universitetinin rəhbərliyi. Özünü yəni Təhsil Nazirliyinə tabe olmaqdan, yəni o prezident aparatına tabedir, hamı bilir ki, bu da özünü bir muxtar vilayət kimi, muxtar dövlət kimi aparır, Abil Məhərrimovun krallığında necə deyərlər. Mənim üstümə də yəni kəsir mümkün olmadı qoymaq olardı. Çünki mən kursda qaldıqdan sonra mənə saat 9-un yarısından axşam 7-yə 5 dəqiqə qalmışa qədər dərs kəsmişdilər. Hər 2 növbə dərs oxuyurdum. Normalda yəni mən Bologna sisteminə görə hansısa fəndən kəsirim qalsaydı, o fənni 2-ci növbədə, yəni dərsdən sonraki zamanda başqa kurslarına oturub oxumaq hüququm çatırdı və bu tətbiq olmalıdır üzərimə. Amma bütün kursu kompleks şəkildə qaldığım halda yenidən bir qondarma fənlərlə heç lazım olmayası, arkadaşların heç kəsin keçmədiyi bir fənlərə mən salıb bütün gün boyu universitetdə saxlayırdılar ki, fəallığın qarşısını almaqdan ötürü.
Bununla da bir şey elə bilmədilər. 7 imtahanla keçdim birinci semestrdən bu ili. 7 imtahan yüklədilər. 7 imtahanda tələbə üçün çox ağır bir şeydir. Normalda yəni imtahan 4, ən uzağı 5 ola bilər ki, 5-ci imtahanda əsasən yardımçı fənlərdən olur. Bir semestr ərzində. 7 imtahan da mən heç bir kəsir falan olmadan vermişəm. Amma bunlar gördü ki, kəsirlə mümkün deyil bunu şey eləmək, qovmaq. Ən bəsit və yəni ki, yapışacaq bir şeydir ki, bunun üçün inandırılması üçün sübutlar tələb olunur, dəlillər tələb olunur. Onlara da şükür toplamışam. Qayıb yəni, qayıbla şeylərlə. Turalı indi, o yəni deyim ki, Turalı həm qayıb, həm kəsir, həm ödəniş haqqı boynuna qoyublar onu. Ödəniş haqqını balon sisteminə görə kreditlə də vermək olar, hissə də vermək olar. Hətta ilin sonunda da vermək olar. O qədər ödəniş verməyən uşaqlar tanıyıram. O qədər dərsdə 200 saat, 300 saat oturmayan uşaqlar tanıyıram universitetdə, bizim fakültədə, digər fakültələrdə. 5 fənnin heç birindən imtahana girməyib 5 alan tələbələr tanıyıram mən. Yəni bunlar hamısı bu qaydalar hamıya tətbiq olunsa. Yəni əvvəla bizim üzərimizdə bu şeylər yoxdur. Amma əgər bu qədər sərt qaydaları digər tələbələr tətbiq olunsa, inandırım sizi ki, Bakı Dövlət Universitetində 18 min tələbəsi varsa, 800 tələbə qalmaz heç orada. Bəli. Siz qeyd etdiniz Kral Abil Məhərrəmov, təbii ki, Abil Məhərrəmov Bakı Dövlət Universitetinin rektorudur, Azərbaycan Milli Məclisinin deputatıdır və Azərbaycan Prezidenti tərəfindən Bakı Dövlət Universitetinin rektoru təyin edilibdir. Bununla yanaşı, tələbələrin siyasi fəaliyyətlə məşğul olması qanunidirmi? Yəni, bu qanunda birbaşa norma var ki, istənilən Azərbaycan vətəndaşı siyasətlə məşğul ola bilər. Digər siyasi partiya üzvlərinə, məsələn, iqtidarda olan, iqtidara yaxın siyasi partiya üzvlərinə belə yəni sərt qaydalar tətbiq edilirmi Bakı Dövlət Universitetində? Qətiyyətlə yox. Mən Bakı Dövlət Universitetində elə bir ki, rektor tərəfindən çağrıldığımda, bunların planı oydu ki, rektorun yardımcısının otağında əvvəlcə məni bir formaya salıb, yəni razı salsınlar üzr istəməyə rektordan ki, mən səhv eləmişəm, mitinqdə getmir, bundan sonra. O da ki, mümkün olan şey deyil. Rektor mənlə görüşdə imtina elə, çünki rektorun yardımcısının otağında prorektorların və dekanın üzərimə düşdüyü, mən də onlar cavabsız buraxmadığımı görüb, təbii ki, o oradan səslə eşidirdi. Buraxmadığımı görüb onu cavabsız. Yəni, mənlə görüşdə imtina etdi. Mən orada çoxlu söhbətlər edim. Yəni, bunlar mənə qanunsuz filan deyil. Əslində, hər hansı vətəndaşın qanuna siyasətlə məşğul olmaq hüququ var. Amma Azərbaycan Konstitusiyasına görə ali məktəblərdə hər hansı bir siyasi təşkilatın təbliğatı, istər özəl və qurumların olması qadağan olduğu halda Bakı Dövlət Universitetində və Azərbaycan digər universitetlərində, hətta özəl universitetlərdə belə Yeni Azərbaycan Partiyasının özəl təşkilatları da var, qurumları da var. Onun başqa adlar altında, məsələn, Tələbə Gənclər, Azad Həmkarlar İttifaqı və digər dərnəklər və adı altında Bakı Dövlət Universitetinin içində belə mən gözümlə gördüyüm deyim. Yəni, Yeni Azərbaycan Partiyasının açıq şəkildə təbliğatı gedir və qurumları var, üzvləri var, toplantılarını universitet daxilində keçirirlər, hər hansı bir tədbirə çağırışı universitet daxilində edirlər, starostalar vasitəsilə, dekanlar vasitəsilə, dekan yardımçılar vasitəsilə, Tələbə Gənclər Təşkilatı vasitəsilə, Azad Həmkarlar İttifaqı vasitəsilə. Bunlar yəni göz önündə olan şeylərdir. Məhkəməyə müraciət etmək fikrindəsinizmi? Yəni, həm universitetdən qovulmağınızla bağlı, həm universitetlər daxilində Azərbaycan Konstitusiyasının pozulması, yəni bir partiyanın özəyinin olmasından bağlı məhkəmələrə müraciət etmək fikrindəsinizmi? Bəli, mən məhkəməyə müraciət edəcəm. Yəni, bu istər universitetdən qanunsuz olaraq qovulmağımla bağlı, yəni bu digər şeylərdir ki, artıq ümumi cəmiyyətin məsələsidir. Onlara da baxılacaq, mətbuatda gedib artıq. Azadlıq Radiosunda söylənilib, digər mətbuat orqanlarında gedibdir. Mənim məhkəmə prosesim artıq bugün başlamalıdır, yəni iddia ərizəsi bugün qaldırılmalıdır. Əlimdə kifayət qədər dəlil sübutlar var ki, istər video materiallar, foto materiallar, istər yəni aktlar var ki, universitet tələbələri vasitəsilə tərtib eləmişəm ki, yəni mən bütün semestr boyu dərsdə olduğum halda. Mən sonda bilmişəm, mən həbsdən çıxandan sonra bilmişəm ki, mən dərsdə otura-otura qayıb yazılmışlar mənə bir semestr boyu. Mən onu yaxşı ki, universitetə gedib, universitetdə onu video lent şəklində qeyd eləmişəm, fotolar şəklində qeyd eləmişəm. Dekan deyir ki, bu bir semestr ərzində dərsi gəlməyib. Amma qayıb sayısı gəlir, çıxır 158 saata. Bir semestr boyu dərsi bir semestr deyirəm, belə 2 ay ərzində. Dərsi gəlməsəydi mənim bir 200-dən artıq qaybım olmaz. Sadəcə bunlar müəllim bəzən yazanda, bəzən də sinif nümayəndəsi yazır. Bunlar bir təhər bir cür həll ediblər. Bəzi müəllimə bunu demək olmur ki, ona qayıb yazmalısan. Çox müəllimlər mənə də tanıyır orada filan. Bunlar bir təhər bir cür 158 saata çatdırıblar.
Sonra bunu sinifdə otur yazmışam, mən ondan sonra xəbər tutmuşam. Amma o sözlüylə qayıb sayısı düz gəlmir. 200-dən çox olmalı idi qayıb sayısı. Amma bu da 2 ay ərzində bir dəfə də dərsdə olmayıb. Amma qayıb gəlir o qədər çıxır ki, mən güya biraz dərsdə olmuşam, çox dərsdə olmamışam. Əmrim də mənə dünən, yəni ayın 12-sində verilibdi, aprelin 12-sində. Amma əmrin tarixi isə aprelin 5-idir. Aprelin 5-də bugün də dərs jurnalında qalır. Aprelin 5-dən 4-də mən həbsdən çıxmışam, 5-dən dərsə gəlmişəm. 5-dən 11-dən dərsdə olduğum halda mənə qayıb yazılıb və əmrin dünən dərsə getdiyimdə, yəni aprelin artıq 12-sində dərsə getdiyimdə adımın önündə jurnalda əmrin nömrəsi və tarixi yazılıb. Amma o əmrin tarixini öncəki günlərdə isə qayıb yazılıb. Əgər əmrin tarixi ayın 5-də verilibsə, bəs o 5-dən 11-nə qədərki tarixlərə necə qayıb yazılır? Mən dərsdə otura-otura. Bəli, yəni məhkəməyə müraciət edib bunları məhkəmə qarşısında sübut etmək fikrindəsiniz. Kifayət qədər faktlar da var, sübutlar da var, dəlillər də var, yəni məhkəmədə. Normal məhkəmədə qələbə qazanmaq üçün yəni. Təbii ki, Avropa məhkəməsi var. Avropa məhkəməsinin prosedur uzanacaqdır. Bunu əminəm yəni. Bugünkü qonağım Cavid Mehrəliyev idi. Cavid Mehrəliyev Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin 3-cü kurs tələbəsi olubdur. O bu günlərdə universitetdən xaric edilibdir. Cavid Mehrəliyevin özünü dediyinə görə o siyasi fəaliyyətinə görə universitetdən xaric edilibdir. Cavid Mehrəliyev həm də Klassik Xalq Cəbhəsi Partiyasının üzvüdür. Sağ olun.